Salam değerli abituriyentler. Bugün fizikadan 15 günlük tekrar kampımızın 4. günüdür. Ve bugünkü videoda Dövlət İmtahan Mərkəzinin 13 fevral 2022 il tarixində keçirmiş olduğu sınav imtahanının suallarına baxacağıq. Videoya keçməzdən əvvəl videomu bəyənib kanalıma abunə olmağı unutmayın və qeyd edim ki, yenə qaydalarımız məlumdur. Əvvəlki videolardan bilirsiniz ki, hansı sualda səhv edirsinizsə, həmin sualın nəzəriyyəsini təkrar etməlisiniz. Gəlin onda başlayaq. Bir nömrəli sualda bizə deyir ki, bir müstəvi güzgü üzərinə düşən şüa ikinci müstəvi güzgüdən əks olunduqdan sonra hansı nöqtədən keçər? Baxın, mən bilirəm ki, cisim hansı bucaq altında düşürsə, həmin bucaq altında da əks olunmalıdır. Yəni, düşmə bucağından qayıtma bucağı bərabər olmalıdır. Fikir verin, birinci şüa necə düşüb? Baxın, iki damanın tən ortasından düşüb bura. Onda bu şüa sınıb qaydanda da iki damanın tən ortasından qayıtmalıdır. Baxın belə. Gəldi bura düşdü mü? İndi ikincidən də yenə eyni qaydada iki damanın tən ortasından qayıtsa gəlib hardan çıxar? El nöqtəsindən. Cavabı da onda götürərəm B variantı. 2. Linzalardan hansı səpicidir? Səpici linza ortası kənarlarına nisbətən nazik olan linzaya deyilir. Baxıram, baxın bir yerdə səpici linza. Bu hər iki tərəfi çökük linzadır. Çökük səpici linzadır. Bu da müstəvi çökük linzadır. Yəni cavabı götürərəm 1-5. C variantı. 3. Hansı qrafik sərbəst düşən cismin potensial enerjisi zamandan asıllıq qrafikinə uyğundur? Birinci növbədə cisim sərbəst düşəndə hündürlüyü azalır. Potensial da azalmalıdır. Baxın, bu şəkildə düşür də, eyni hərəkət trayektoriyası kimi olmalıdır. D variantı. Potensialın qrafiki eyni cismin hərəkət trayektoriyası formasında olur. 4. Eyni sürətə malik elektron qeyri-bir cins maqnit sahəsinə göstərilən istiqamətdə daxil olur. Hansı elektrona təsir edən Lorentz qüvvəsi ən böyükdür? Bu həm Lorentz qüvvəsinə əlaqəlidir, həm maqnit sahəsinə. Niyə? Çünki biz burada bilirik ki, Lorentz qüvvəsinin düsturu nədir? QVB. Burada perpendikulərdir, sinus yazmıram. Uşaqlar, bizə deyir eyni sürətə malikdir. Sürətlər eynidir. Eyni yüklər də eynidir, çünki hamısı elektrondur. B induksiyaları mən hardan baxıram? Maqnit sahəsi iki cür ola bilər. Bir cins maqnit sahəsi, qeyri-bir cins maqnit sahəsi. Qeyri-bir cins maqnit sahəsində xətlər arasındakı məsafə eyni olur və B induksiyada bütün nöqtələrdə bərabər olur. Bir cinsdə. Qeyri-bir cins maqnit sahəsində isə xətlər sıxlaşır və seyrəkləşir. Xət nə qədər sıxdırsa, orada B induksiya vektoru o qədər böyük olur. Burada da baxıram, xətlər ən sıx olan yer buradır. Bu nöqtədə B induksiya ən böyükdür deyə buradakı qüvvə də ən böyük olur. Yəni cavabı götürərəm D variantı. 5. Müstəqil qaz boşalması zamanı elektronun növbəti toqquşmaya qədər aldığı impuls hansı ifadə ilə təyin olunur? Gəlin belə yazaq. Elektronun aldığı impulsu soruşursa, Y kinetiki bərabər edəcəm Y-uya, bir də bərabər edək P kvadrat bölünsün 2-nə. Onu da buradan açıram. Y vur D. D-ni də indi uzunluq olaraq el verib Y vur L-lə. Onda bir dənə də qabaqda L var. P-ni də buradan tapanda onda kökün altında alaram. 2M-Y-Y L şəklində. Yəni cavab olar Y variantı. 6. Eyni müqamətə malik olan 4 naqil sxemdə göstərildiyi kimi dövrəyə qoşulmuşdur. Voltmetrlərin göstərişləri arasında hansı münasibət doğrudur? Birinci növbədə V1 voltmetrinin ölçdüyü müqamət R birim, R ümumi müqamətimdir, paralel birləşmədir, R bölü 2 olur, ümumi müqamət. İkincidə isə Ç olur, ardıcıl birləşmədir. Bu ikisi ardıcıl birləşdiyi üçün yüklər bərabərdir. Onda yük deyirəm, cərəyan şiddətləri bərabərdir. Onda bərabər U bölü R-ə görə gərginliklə müqamət düz asıdır. U1-in U2-yə nisbəti bərabərdir. R1-in R2-yə nisbətinə. R1 R bölünsün 2-dir, R2-m də 2-dir. Buradan da R-lər gedər, 4də 1 alaram. Bunda U2 bərabər 4, U1 yaza bilərəm. Yəni cavab olar B variantı. 7. Radioaktiv elementin nüvələrinin sayı 6 sutka ərzində 4 dəfə azalmışdır. Bu elementin radioaktiv nüvələrin sayı 12 sutka ərzində neçə dəfə azalar? Birinci 4 sutka ərzində 4 dəfə azalıbsa 6 sutka ərzində. Dövrətmə periodunu tapaq, daha doğrusu yarım çevrilmə periodunu. Düstur M bölü 0 bərabərdir. 2-nin üstü mənfi T bölünsün böyük T-dir. M bölü 0-ı 4də 1 verib bərabərdir. 2-nin üstü mənfi 6 bölünsün T. Buradan 2 üstü mənfi 2 bərabərdir. 2-nin üstü mənfi 6 bölünsün T-yə.
2'lər gedir. T'ni buradan 3 tapıram. T'ni 3 tapandan sonra ikincidə gətirib yerinə qoyacağım. M bölünsün n sıfırı soruşur. Bərabərdir. 2'nin üstü mənfi. Kiçik t'nin yerinə 12. Böyük t'nin yerinə 3 qoyuram. Bu da mənə verir 2 üstü mənfi 4. Bu da bizə verər 1 bölünsün 16. Yəni 16 dəfə azalır deməkdir. Cavab olur Y variantı. Bu da atoma aid bir sual. 8 nömrəli sual isə termodinamikaya aid sualdır. Bir haldan 2 halına keçərkən 2 mol ideal qazın gördüyü işi hesablayın. A bərabərdir. Mən burada nöer delta T ilə də gedə bilərəm. PV ilə də gedə bilərəm. Fərqi yoxdur. İndi R verdiyi üçün gəlin nöer delta T ilə hesablayaq. Bərabərdir. İndi 1 dəqiqə. P ilə T necə asıdır uşaqlar burada? Düz. P ilə T nə vaxt düz asılar PV bərabər nöer T'yə görə? P ilə T o vaxt düz asılar ki, həcm sabit olsun. Əgər həcm sabit olsa, deməli iş görülmür, sıfırdır. Həcm artanda qazın özü müsbət iş görür, xarici qüvvə mənfi. Həcm azalanda qazın özü mənfi iş görür, xarici qüvvə müsbət iş görür. Amma həcm sabit onda nə qaz, nə xarici qüvvə iş görmür. Sıfır olur. 9. Kök altında kiloqram vur col, bölünsün kulon vur Tesla. Deməli, kiloqram vurulsun col hələ ki qalsın kökün altında. Kulonu da saxlayaram. Tesla'nın açılışı da Tesla bilirəm ki, induksiyan vahididir. Newton bölünsün amperi vur metrlə açılır. Yazaram bura. İndi gəlin kök altına açaq. Kiloqram qalsın. Colu da açanda kiloqram vurulsun metr kvadrat bölünsün saniye kvadrat olur. Bunların hamısı kökün altındadır. Bölürəm. Kulon da amperi vur saniye ilə açanda amperlərimin biri gedər. Newton vur saniye bölünsün metr alaram. Deməli, kökdən kiloqramdan biri çıxır. Metrdən biri çıxır. Bölünsün saniyədən biri çıxır. Newton vur saniye məxrəcdə. Metrdə sürətə qalxır. İndi mən də Newtonu da buradan açsam. Sürətdə kiloqram vur metr kvadratıdır. Məxrəcdə saniye kvadratı var. Newton da kiloqram vur metr böl saniye kvadratından açsam. Saniye kvadratlarım gedər, kiloqramlarım gedər. Metr kvadratında metrə böləndə metr düşər. Bu da mənə uzunluq verər. Yəni cavabı götürərəm B variantı. 10. Qaz qanunlarına aid bir sualdır. Bizə sıxlığın təzyiqdən asılılıq qrafiki verilib, həcmin temperaturdan asılılığını istəyir. Baxın, 1-dən 2-yə keçəndə rho ilə P düz asılıdır. Nə vaxt düz asılır? P bərabərdir. Rho RT böl M düsturuna görə P ilə rho'nun düz asılı olması üçün temperatur sabit olmalı. Deməli, 1-dən 2-yə T konstantdır. D-ni ataram. Sonra 2-dən 3-ə sıxlıq sabitdir. Sıxlıq konsentrasiya həcm sabit olanda dəyişmir. C gedər. Daha sonra bir də 3-dən 4-ə təzyiq sabitdir. Təzyiq sabit olanda da V ilə T bir-birindən düz asılı olur. Bu da gedər. İndi baxmalıyam, burada sıxlıq azalırsa həcm artmalıdır. Hər ikisində artır. Onda birinci hissəyə baxın. Birinci hissədə 1-dən 2-yə təzyiq artırsa, onda həcm azalmalıdır. Yəni cavabı götürərəm A variantı. Keçək növbəti suala. 11. Açar sözlərdən hansı ardıcılıqla istifadə etməklə mətni tamamlamaq olar? Mexaniki dalğa zaman keçdikcə elastik mühitdə yayılma prosesidir. Mexaniki dalğa mexaniki rəqslərin zaman keçdikcə elastik mühitdə yayılma prosesidir. Daha sonra mühitdə yayılma prosesidir. Vakuumda yayılmır. Mexaniki dalğalar vakuumda yayılmır. Mühitin zərrəciklərin rəqsi dalğanın yayılma istiqamətinə perpendikulyardırsa biri dalğa eninə dalğa adlanır. Uzunla dalğada isə varmı? Hə. Uzunla dalğada isə mühitin zərrəciklərin rəqsi dalğanın yayılma istiqamətinə paralel olur. Bir rəqs periodu müddətində dalğanın yayıldığı məsafəyə dalğa uzunluğu deyilir. Dalğanın sürəti dalğa uzunluğunun rəqsin perioduna olan nisbətinə bərabərdir. 5, 3, 1, 6, 2, 4. 5, 3, 1, 6, 2, 4. Cavabı götürərəm D variantı. Keçək növbəti suala. Hansı qrafik mayeyə tam batırmış cismin çəkisi mayenin sıxlığını, asılılığını ifadə edir? Düstur P0 çıx F Arximeddir. P0'ı buradan mg ilə açaram. F Arximedi də rho maye vurulsun. M bölünsün rho cisim vur J ilə. Buradan da mg'ni mörtərizi xaricən çıxardaram. 1 çıxılsın rho maye bölünsün rho cisim alaram. İndi fikir verin uşaqlar. Mən əgər mayenin sıxlığını artırsam, sıxılanımı artırmış oluram. Sıxılan artanda fərq azalır. Yəni müəyyən qiymətdən azalmalıdır. Cavabı götürərəm C variantı.
13. Düz xətt boyunca hərəkət edən cismin koordinatın zamanda asılıq qrafiki vermişdir. Hansı nöqtəyə uyğun zaman anda sürət 0 olar? Bilirik ki, sürət nə vaxt 0 olur? Parabolanın ən təpə nöqtəsində. Cavab olur Y variantı. 14. Düz xəttli bərabər yavaşayan hərəkətdə cismin sürəti şəkildə kimi yönəlmişdir? Qüvvələrin əvəzləyicisi qüvvə təcillə eyni istiqamətdə yönəlir. Yavaşayan hərəkət isə təcil və sürət əks istiqamətdə yönəlir. Sürət yuxarıdırsa təcil aşağıdır. 4 istiqamətində. Onda qüvvə də təcillə eyni istiqamətdədir. Yəni cavabı götürərəm D variantı. 15. Liftdəki tərəzinin üzərinə adam dayanmışdır. Lift şaquli yuxarı yönəlmiş A bərabər 0.5 təcil ilə hərəkət etdikdə tərəzinin göstərişi necə dəyişir? Əvvəlcə P bərabərdir. Birinci halda sadəcə MG-ni ölçür deyək. İkinci halda isə yuxarı yönəlmiş təcillə hərəkət edirsə, MG plus A yazaram. Buradan da A-nın yerinə 0.5 qoyub toplayanda 1.5 MG edər. Çəki necə dəyişdi? 1.5 dəfə artdı da. Cavab olur Y variantı. Daha sonra 16. Silindirdə porşenin altında olan buxarın izotermik genişlənməsi zamanı halının dəyişməsi diaqramı təsvir olmuşdur. Diaqramın AB və BC hissələrində buxarın konsentrasiyası. İzotermik prosesdə, yəni hər iki prosesdə temperatur sabitdir. Adam B-yə fikir verin. Temperatur sabitdir, şərtdə öz verib və təzyiq də sabitdir. Bu hansıdır onda bu? Doyan buxardır da. Doyan buxarda temperatur sabit olanda P rho N üçü də həcmdən asılı olmur. İndi bizdən konsentrasiya deyir. Onda belə çıxır ki, birinci hissə doyan buxar olduğu üçün konsentrasiya dəyişmir. BC hissə isə P ilə V temperatur sabit olanda tərs asılıdırsa ideal qazdan baxıram. Yəni doymayan buxardır. İdeal qazda da ki, buxarın konsentrasiyası temperatur sabit olanda P bərabər NKT-yə görə baxsam, N P ilə düz asılıdır. B-dən C-yə gedəndə P azalır. Onda N də azalmalıdır. Yəni dəyişməz azalar, cavabı götürərəm B variantı. 17. Müxtəlif maddələrdən eyni ölçülü silindrik şəkildə nümunələr hazırlanmışdır. Hansı maddədən hazırlanan nümunənin sərtliyi daha böyükdür? Bu bərk cisim və mayelərə aid bir sualdır. Deməli, Young modulu varsa, sərtliyi tapmaq üçün K bərabər S bölünsün E0 yazaram. Sərtlik Young modulundan düz asılıdır. Sərtlik böyük olması üçün Young modulu ən böyük olanı götürməliyəm. Onda cavabı götürərəm Polad. Yəni, olar cavab A variantı. 18. Maşın və dəzgahlarda diyircəkli və kürəcikli yastıqlar nə üçün istifadə olunur? Uşaqlar, diyircəkli, kürəcikli yastıqlar sürtünmə qüvvəsini azaltmaq üçün istifadə olunur. Sürtünmə qüvvəsini azaltmaq üçün. Cavab C-dir. 19. 30 metr hündürlükdən 5 metr bölü saniyə sürətlə şaquli yuxarı atılmış cisim atıldıqdan 2 saniyə sonra yer səthindən hansı hündürlükdə olar? Deməli, 30 metr hündürlükdən 5 metr bölü saniyə sürətlə şaquli yuxarı atılıb. Gəlin belə göstərək. Bura 30 metr hündürlüyü var. Buradan 5 ilə belə yuxarı atılıb. Sonra cisim hansı başlanğıc sürətlə atıbsa, həmin başlanğıc sürətdə də həmin nöqtəyə düşür. Buradan sonra bilirəm 30-dur. 5 ilə atılıbsa, maksimal hündürlükdə son sürəti 0-dır. Onda V0 bərabər JT-dən T-ni tapa bilərəm. 0,5 edir. Deməli, bu 0,5 saniyəyə qalxdı. 0,5 saniyəyə düşdü. Ümumi 2 saniyənin 1 saniyəsini qət etdi, gəldi bu nöqtəyə. Bu nöqtəyə çatanda sürəti 5-dir. Çünki cisim hansı başlanğıc sürətini atırsa ondan da düşür. 2 saniyə sonra deyir, bax 1 saniyəm getdi, yerdə qaldı 1 saniyəm. Yerinə qoyub tapacam, H bərabərdir V0T plus JT kvadratı bölü 2-yə görə. Ki, görüm, yerdə qalan 1 saniyədə nə qədər yol gedib. Deməli, V0 5-dir. T1'dim. Üstə gəl 10 vurulsun 1 bölünsün 2. Tapıram ki, yerdə qalan 1 saniyədə də 10 metr yol gedib buradan. 30'un 10 metrin gedibsə, yerdən olan hündürlüyü nə qədər qalar? 20 metr. Yəni cavabı götürərəm A variantı. Keçək növbəti suala. Sükunətdə olan cisim şəkildə təsvir olunan 3 qüvvənin təsiri ilə hərəkətə başlayır. Bu qüvvələrdən hansı və hansılar mənfi iş görər? Bu cisim sükunətdədirsə, əgər mən əvəzləyici qüvvəmə baxıram, birinci sağ və sol tərəfə. Hansı qüvvə böyükdürsə, cisim o istiqamətə meyil edib hərəkət edəcək. Baxıram ki, F2 qüvvəsi F3-dən çoxdur. Deməli, cisim, baxın, belə bir istiqamətdə, çünki F qüvvəsi də var, hərəkət edəcək. Böyük qüvvə istiqamətə meyil edəcək. Onda bu F3 qüvvəsi hərəkətin əksi istiqaməti olacaq. Hərəkətin əksi istiqamətində qaldığı üçün də gördüyü iş mənfi olacaq. Yəni cavabı götürərəm D variantı. 21. Mənfi nöqtəvi Q0 yükünün yaratdığı elektrik sahəsində mənfi Q yükü AB istiqamətində necə hərəkət edər? Baxın, mənfi Q yüküdürsə, əgər mənfidə intensiv xətlər özünə daxil olur. Bilirəm ki, xətlər sıx olan yerdə mənim intensivliyim böyükdür. Bu cisim uzaqlaşır.
Və bu nöqtədən bu nöqtəyə uzaqlaşdıqca, yəni getdikcə, burada baxın, xətt sıxdır. Buradakı intensivlik buradakından böyükdür. Çünki xəttlər nə qədər sıx olsa sahənin intensivliyi o qədər çoxdur. Bu yük uzaqlaşırsa intensivlik azalır. Aşağıya doğru getdikcə. İntensivlik azalırsa, onda A bərabərdir. Q-yə bölünsün. M düsturuna görə intensivlik azalırsa təcil də azalır. Deməli, azalan təcillə hərəkət edir. Bəs necə hərəkət edir? Bu mənfi yükdürsə, sahənin əksi istiqamətində bir qüvvə təsir edir. Baxın, intensivlik yuxarıya doğru gedir. Onda qüvvə aşağıya yönəlir. Bu da eyni istiqamətdə olur. Eyni istiqamətdədirsə də yeyinləşən. Cavabı götürərəm. D variantı. 22. Elektrik tutumu S1 olan yüklənmiş kondensatorun lövhələri arasındakı gərginlik 20 voltdur. O elektrik yükün tutumu S2 olan yüksüz kondensator ilə birləşdirdikdən sonra o gərginliyini hesablayın. Birinci baxın, bu yoxdur. Şərtə görə deyir, bircə baxın, belə bir vəziyyətdədir kondensatorum. Və mənə gərginliyini verib. Gəlin onda birinci halda dövrən yükünü tapım. Q bərabər SU-ya görə. S 7 mikrofaraddır. Gərginliyim də 20-dir. Tapıram ki, 140-dır. Sonra mən yüksüzü gətirib bura birləşdirdim. Çünki mənə deyir, yüksüzdür. Yəni, bu nə deməkdir? Artıq dövrənin yükü 140 olaraq qalır, dəyişmir. Çünki bağladığımın yükü yoxdur. Onda dövrənin ümumi tutumunu tapıram. Paralel birləşdiklər üçün S1 plus S2 ilə. S1 3'dür, 7'dir, S2 də 3'dür. Toplayıram 10 edir. Onda ikinci halda gərginliyi tapanda o bərabər Q böl S-dən istifadə edirəm. 140'ı da bölsəm 10'a cavabı alaram 14 volt. Yəni olur C variantı. 23. Sarğacın maqnit seli və maqnit sahəsinin enerjisi arasındakı münasibətlərdən hansı doğrudur? Maqnit seli üçün yazaram Fi bərabər L. İni də istəsəm aça bilərəm o böl R-lə. Baxın, R-lər ikisində də eynidir. Və paralel birləşdiyi üçün gərginliklər də bərabərdir. Onda Fi L-lə düz asılıdır. Yazaram onda Fi 1-in Fi 2-yə olan nisbəti bərabərdir L1-in L2-yə nisbətinə. O da bərabərdir L1-im 2L-dir. L2-im də L-dir. Buradan Fi 1-i tapıram ki, 2 Fi 2-yə bərabərdir. Yəni cavabı götürərəm 1. Bir də. Enerjiyə baxanda W bərabərdir. L kvadratı böl 2 yazsam onsuz I dəyişmir. L ilə düz asıdır. Onda yenə W1 bərabər 2W2 olar. Cavabı götürərəm 1-3. 24. İnduksiyası 5 milli-tesla olan maqnit sahəsində yerləşən 40 santimetrin kvadratı müstəvi səthdən keçən maqnit selini hesablayın. Maqnit sahəsinin induksiya vektoru səthə perpendikulyardır. Uşaqlar, burada perpendikulyar sözünü görüb, siz düşünməyin ki, sıfırdır. Finin düsturu BS kosinüs alfadır. Bunu bilirik. Lakin buradakı kosinüs nədir? Bu kosinüs B ilə N arasında qalan bucaqdır. B ilə S arasında qalan yox. Bizə perpendikulyar dediyi B ilə S-in arasındakidir. Baxın, bura S sətdir. Bura səttin normalıdır. Bunu isə B induksiya olaraq göstərsəm, baxın belə. B induksiya ilə səth arasındakı demir perpendikulyardır. Bir dəqiqə deyir ki, hə, belədir onda. B induksiya vektoru səthdə perpendikulyardırsa, baxın bu şəkildədir. Onda heç nə. Mən onsuz kosinüsüm nədir? B ilə N arasında qalan bucaqdır. B ilə N də paraleldir. Paraleldirsə aralarındakı bucaq sıfırdır. Kosinüs də sıfırda 1 alır. Yəni olur BS. B 5 milli-tesladır. 5 vur 10 üstü mənfi 3 yazaram. Vurulsun. S-i də yazaram ki 40 santimetrin kvadratıdır. 40 vurulsun 10 üstü mənfi 4. Bu da mənə verəcək 20. Cavab olur 20. Gələk 25 nömrəli suala. Radiusu 6 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən cismi A nöqtəsindən B nöqtəsinə 2 saniyə müddətində çatarsa, onun xətti sürəti. Bunu iki yolla edə bilərsiniz. Birinci növbədə A'dan B-yə Fi-ni verib 60 dərəcə. Mən bunu radiana keçərəm. Fi bərabərdə 60-ı vuraram pi bölünsün 180-ə. Bunu taparam ki, pi bölü 3 radiandır. Daha sonra omeganın düsturunu yazaram. V bərabər omega R-dir. Omeganın da yerinə fi bölü T vur R yazaram. Fi'nin pi bölü 3 qoyuram. T'nin yerinə 2 qoyuram. R'in də yerinə 6. Pi'nin də yerinə 3 qoyuram. Elə 3'lər bir-birini aparır. Cavabı alıram 3. Bu şəkildə yaza bilərsiniz. Keçək 26. Şaquli yuxarı atılmış cismin kinetik enerjisinin potensial enerjiden asılılıq qrafiki verilmişdir. Cismin maksimal qalxma hündürlüyünün A nöqtəsinə uyğun hündürlüyə nisbəti. Potensialın maksimal qiyməti tam enerjini verir mənə. Y tam bərabərdir. MGH maksimal bu mənə 32 verib.
Onda buradan h maksimal qalxma hündürlüyünü taparam ki 32 bölünsün mc. Və kinetiki 24 veribsə, tamdan kinetiki çıxsam potensial taparam ki 8-ə bərabərdir. Onda y potensial bərabərdir mgh, o da bərabərdir 8-ə. Onda h da bərabər olar 8 bölünsün mg-yə. İndi bizə deyir ki, maksimal qalxma hündürlüyünün A nöqtəsindəki hündürlüyə nisbəti. Yəni h maksimalı bölməliyəm h-a. H maksimal 32 bölünsün mg-dir. Vururam tərsinə, mg bölünsün 8-ə. Bunlar gedir 32-ni də 8-ə böləndə bizə 4 verər. Yəni cavab olur 4. Keçək növbəti suala. Cərəyan keçən düz naqildən eyni məsafədəki nöqtələrdə yaratdığı maqnit induksiya vektoru. Deməli, cərəyan nöqtədirsə, induksiya vektoru sadə qrəvin əks istiqamətdə axır. Onda A nöqtəsindən baxın belə yönəlir. B nöqtəsindən aşağı, C nöqtəsindən isə sağa doğru. Onda A nöqtəsindən götürərəm sol tərəf, yəni 1-ə gedir B. B nöqtəsindən götürərəm şaquli aşağı yönəlib C. C nöqtəsindən isə götürərəm sağa doğru yönəlib, yəni A. 1-ə B, 2-ə C, 3-ə də A variantı gedir. Gələk növbəti suala. Müqaviməti 12 ohm və 6 ohm olan çözəlmə lampaları sabit gərginlik mənbəyinə qoşulmuşdur. Mənə deyir ki, K açarını qapadıqdan sonra hansı lampa daha parlaq yanar? Fikir verirsinizsə, bu lampalar dövrəyə paralel birləşibdir. Ardıcıl yox. Çünki dövrədən gələn cərəyan fikir verirsiniz, bunlar belədir. Baxın, məsələn, müsbətdən gəlir cərəyan açardan keçir. Burada iki yol ayrılır. Bir belə gedir, bir belə gedir. Yəni dövrə paraleldir. İki dənə lampa paralel birləşib. Və mənə deyir ki, lampa daha parlaq yanar. Əgər müqavimətləri eynidirsə, R-dirsə, yox, müqavimətlər eyni deyil. I bərabər U bölü R-ə görə baxacam. Paralel birləşiblərsə, gərginliklər bərabərdir. I ilə R tərs asıdır. Cərəyan şiddəti nə qədər çox olsa, lampanın parlaqlığı o qədər çox olar. Cərəyan şiddəti nə vaxt maksimum qiymət alır? Müqavimət ən kiçik olsa. İkinci müqavimət ən kiçik olduğu üçün ikincidəki lampa daha parlaq yanır. Yəni cavab olur ikinci lampa. Keçək indi 29-a. Eyni lampalarda, eyni zaman müddətində lampada ayrılan istilik miqdarları. Gərginlik bərabər olduğu üçün yazacağım Q bərabər U kvadratı böl R vur T. Gərginliklər eynidir, Q dəyərindən tərs asıdır. Onda Q1-in Q2-yə nisbəti bərabərdir. R2-nin R1-ə nisbətinə. R2-ni bizə verib 6-dır, R1 də 12-dir. 6 böl 12, bu da mənə verər 2-də 1, yəni 0,5. Keçək növbəti sualı. 30. Mənbəyin sıx açarındakı gərginlik 9 volt olarsa, 8 saniyə müddətində dövrədə ayrılan istilik miqdarı. Deməli, müqavimət var. Dövrənin ümumi müqavimətini taparam birinci növbədə. Bunlar paralel birləşdiyi üçün yazıram R1, R2 bölünsün R1 plus R2. R1'im 6'dır. 6 vurulsun 12 bölünsün 6 üstə gəlsin 12. 6'ın 12'ye vuranda 72'dir. 6'ın üstə 12 gəndə 18 edir. 72'ni 18'e böləndə 4 düşür. Ümumi müqaviməti 4 tapdım. Ümumi gərginliyim də elə 9 volt olaraq götürülür. Niyə 9 volt olaraq götürülür? Çünki burada gərginliklər, müqavimətlər paralel birləşib. Paralel birləşmədə birinin gərginliyi götürülür. Onda bu şəkildə olur. I də bərabər olur. U bölünsün R-ə. Heç burada U bölür yox, istilik miqdarını istəyir. Cərəyan şiddətinə ehtiyac yoxdur. Q bərabərdir. U kvadratı bölünsün R vurulsun T. U kvadratım 81 edir. T'ni bizə 8 verib. Bölürəm R-də 4'dür. Bundan bu gedir 2 düşür. 81 də 2'ye vuranda 162 alıram. Yəni cavab olur 162 joule. Bu şəkildə.